Salam, axşamınız xeyir olsun ki, Naz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Hökumət iqtisadi böhranı həll etmək üçün pul emissiyasına getməyəcək Pezeşkiyandan açıqlama. Birləşmiş Ştatlar İrana görə bölgəyə qüvvə göndərib Britaniya nəşrindən açıqlama. İranda dollar yenidən bahalaşdı. Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. ABŞ İrana müdaxilə edə bilər. İndicə də ətraflı. İran hökuməti ölkədəki iqtisadi problemləri bilir, lakin daha çox pul çap edərək inflyasiyanı artırmayacaq. Bu barədə İran prezidenti Məsud Pezeşkiyan bildirib. Onun sözlərinə görə hökumət tərəfindən pul emissiyası həyata keçirilərsə, bu əhalinin aşağı təbəqələrinə ciddi zərər vura bilər. Bununla belə, İran prezidenti hökumətin çatışmayan cəhətlərini dərk etdiyini və yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün mütəxəssislərlə məsləhətləşməyə hazır olduğunu qeyd edib. Mən ekspertlərin məsləhətlərini dəyərləndirirəm və ölkənin inkişafı üzərində işləmək üçün sizin fikrinizi eşitmək istəyirəm, deyə prezident bildirib. Onun sözlərinə görə, İranın hazırki vəziyyətinə görə məsuliyyəti çox sayda insan daşıyır. Buna görə də ölkədə yaranmış problemlər birgə səylərlə həll etmək lazımdır. Biz hamımız birgə ölkəni bu nöqtəyə gətirdik və birgə məsuliyyət daşıyırıq. Günahın yalnız bir tərəfdə olduğunu düşünmək yanlışdır, deyə İran prezidenti deyib. O, həmçinin İranın məhdud maliyyə imkanlarına da toxunub və ölkənin inkişaf seçimi potensialını və imkanlarını adekvat qiymətləndirmənin zəruriliyini vurğulayıb. Biz hazır olsaq da reallığı dərk etməliyik. Əvvəlcə nə edəcəyimizi deməlisiniz. Maliyyə məhduddur, resurslarımız yoxdur, lakin olsaydı biz heç nədən imtina etməzdik, deyə o vurğulayıb. ABŞ prezidenti Donald Trumpın etirazçılarını öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra Birləşmiş Ştatlar hərbi təyyarələri və xüsusi təyinatları Böyük Britaniya və Almaniyaya köçürülüb və bu, İrandakı mövcud vəziyyətlə əlaqəlidir. Bunu Britaniyanın Sun nəşri yazıb. Nəşrin məlumatına görə 160-cı xüsusi əməliyyatlar aviasiya alayının C-17 Globemaster təyyarəsi və 2 AC-130 təyyarəsi İngiltərədəki RAF Fairford hava bazasına eniş edib. Sun qəzeti yazıb ki, bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ hərbi hava qüvvələrinin hərəkətlərinə oxşayır. Qırıcı təyyarələrin geniş etirazla üzləşən Əli Xamneyni izlədiyinə inanılır. 160-cı alay adətən yüksək dəyərli hədəflərə qarşı sürətli və yüksək riskli missiyalar həyata keçirir, deyə nəşr əlavə edib. Qeyd edək ki, Donald Trump etirazçıların öldürüləcəyi təqdirdə Birləşmiş Ştatların çox sərt cavab verəcəyi barədə İran hökumətinə 2 dəfə sərt xəbərdarlıq edib. İran hökumətinin məmurlarının İlhamın Məlikşahi xəstəxanasına hücumu bəşəriyyətə qarşı cinayətdir. Bu, Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında qeyd olunub. Palatalara basqınlar, tibb işçilərinin döyülməsi və yaralılara göz yaşardıcı qaz və döyüş sursatı ilə hücum insanlığa qarşı açıq-aşkar cinayətdir, deyə bəyanatda deyilib. Dövlət Departamenti İran hökumətinin bu əməlini beynəlxalq qanunların pozulması adlandırıb. Xəstəxanalar döyüş meydanı deyil. İslam Respublikası rejiminin bu hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və insan həyatına tamamilə etinasız yanaşan bir rejimin mahiyyətini əks etdirir. Qeyd edək ki, 3 gün əvvəl İlhamın Məlikşahi bölgəsində keçirilən etiraz eyləmləri zamanı yaralanan 12 nəfər xəstəxanaya köçürüldükdə hökumət məmurları onları təqib edərək xəstəxanaya hücum edib. 12 nəfər yaralının 3-ü həyatını itirib və başqa yaralılara, həmçinin tibb işçilərinə qarşı güc tətbiq olunub. Davam edirik. Bugün səhər saatlarından başlayaraq Tehranın azad bazarında bir Birləşmiş Ştatlar dollarının dəyəri kəskin artaraq 148 min tüməni keçib. Bu haqda yerli mənbələr məlumat yayıb. Bununla yanaşı hər bir avro isə 171 min tüməndən bahaya satılıb. Azərbaycan manatının da dəyəri artıb və bir Azərbaycan manatının qiyməti 74.700 tümənə çatıb. Buraxılışımız davam edir. Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib. Bir hissəsi isə ixrac olunub. Bugün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Biz son vaxtlar bu istiqamətə yeni prizmadan yanaşmağa başlamışıq və mənim göstərişimlə özəl şirkətlər bu istiqamətə cəlb olunublar. Bildiyiniz kimi, mənim sərəncamımla elə 20 bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son 2 il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi. Bugünə qədər 15 şirkətə lisenziya verildi. Təbii ki, bu sahə lisenziya tələb edən sahədir. Və artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlamışdır. Və əgər biz qoyulan sərmayənin həcminə baxsaq, 2024-25-ci illərdə 1 milyard manat dəyərində sərmayə qoyulub yeni istehsal sahələrini yaratmaq üçün və mövcud olanları genişləndirmək üçün. Bunun da yarısı özəl sektor tərəfindən qoyulubdur. Yenə də bu sahə bir qədər ictimaiyyət üçün qapalı olduğu üçün geniş məlumat verilmir. Ancaq bu proses çox geniş vüsət alıb. Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal eləmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilibdir. Bir hissəsi isə ixrac edilib. 20-yə yaxın ölkəyə bugün Azərbaycan hərbi təyinatlı məhsulları ixrac edir. Yeniliklərdən biri də odur ki, biz böyük dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr yaratmışıq. Azərbaycanda və burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birinci, daxili istehlaki, daxili istehsalla maksimum təmin etmək. İkinci, böyük sənaye sahəsini yaratmaq. Üçüncü, müasir kadr potensialını yaratmaq və ixrac imkanlarımızı genişləndirmək ki, bu sahəyə eyni zamanda gəlir gətirən sahədə baxmağa başlamışıq. Yenə də deyirəm, ilkin mərhələdə məqsəd ancaq idxaldan asılılığı azaltmaq idi. Bugün isə biz buna o cümlədən biznes istiqaməti kimi baxırıq. Çünki dünyada əfsuslar olsun ki, müharibələrin sayı artır. Hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb. İlk növbədə sursatların qiyməti kəskin artıb. Ona görə bizim üçün bu alternativ valyuta mənbəyi ola bilər. Və qısa müddətli qoyduğum hədəf ixracı 1 milyard dollara çatdırmaqdır. Bu qısa müddətli hesab edirəm ki, 3-4 ilə biz bu rəqəmə çata bilərik. Bu tam realdır. Xarici şirkətlərdən də çox böyük maraq var. Yerli şirkətlər də fəal işləyirlər. Yəni ki, yaxın gələcəkdə əminəm ki, Azərbaycan ictimaiyyəti bu sahədə gedən işlərlə tanış olacaqdır.
Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii ki, biz buna ilk növbədə Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq. Bu fikirləri də Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, bugün Azərbaycandan qərbə doğru bir dəmir yolu marşrutu var. Onların sayı 2 olacaq. 2 həmişə birdən yaxşıdır. Xüsusilə açıq okeana çıxışınız olmadığı və qonşu ölkələrdən keçməli olduğunuz bir şəraitdə. Həmişə həcm üçün, rəqabətlilik üçün, tranzit marşrutunun inhisarlaşdırılmasının qarşısını almaq və təbii ki, daha rəqabətli tariflər təmin etmək üçün alternativə sahib olmaq daha yaxşıdır. Bu bizim qarşılıqlı fəaliyyətimizin çox böyük sektorudur və təbii ki, belə olan halda düşünürəm həm əmtə dövriyyəsinin həcmi nöqteyi nəzərindən, potensial baxımdan və belə demək mümkünsə, həm də Cənubi Qafqazdan axını sonraki istiqamətlər üzrə bölüşdürəcək ölkə kimi Çin Xalq Respublikası üçün burada, bu regionda Azərbaycan prioritet tərəfdaşıdır. Bu axınlar isə hamımızın bildiyi kimi bir çox istiqamətdə hərəkət edə bilər. Buradan 2 istiqamətdə, qərbə, bir istiqamətdə və daha sonra 2 istiqamətdə yenidən Zəngəzur dəhlizi vasitəsilə cənuba, yaxın şərqə, Fars körfəzinə və əlbəttə ki, şimal istiqamətinə doğru axın olacaq ki, bu istiqamət də tam istifadəyə veriləcək. Buna görə də Azərbaycan belə demək mümkünsə kommersiya səmərəliliyinə və bir çox digər amillərə əsaslanaraq yük daşımaların artmasına kömək edən, özünün və qonşu ölkələrin infrastrukturuna investisiya qoyan, axınların təmin edicisi olaraq ölkə rolunu oynamalıdır. Bu səbəbdən də xüsusən də açıq dənizə çıxışı olmayan Azərbaycanın nəqliyyat mərkəzi kimi rolu təbii olaraq artacaq deyə prezident əlavə edib. Dünya gündəmi ilə davam edirik. Venezuela prezidentinin həbsindən sonra ABŞ-nin xarici müdaxiləsinin tezliklə dünyanın başqa bir hissəsinə, o cümlədən İran, Kolumbiya, Meksika və ya Qrilandiyaya mümkündür. Bu, Sky News-un yaydığı məlumatda bildirilib. Sky News yazıb ki, Donald Trump'ın Venezueladakı cəsarətli hərbi əməliyyatı dünyanı həyəcanlandırıb. Şəbəkə ölkə miqyasında etirazlara toxunaraq bildirib ki, İslam Respublikası ən həssas anındadır. İqtisadiyyatı dağılmış və beynəlxalq təzyiqin artması ilə 12 günlük müharibədən sonra gücünü bərpa etmək üçün mübarizə aparır. Qeyd edək ki, yanvarın 5-də Birləşmiş Ştatların İrana mümkün hücum məqsədi ilə Avropaya xüsusi təyinatlı qüvvələr və qırıcı təyyarlar göndərdiyi barədə məlumatlar yayılıb. Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər qüvvələri yaradıldığı vaxtdan etibarən 7 ay ərzində Rusiyanın təxmini dəyəri 20 milyard dollar olan 168 mindən çox hədəfini məhv edib. Bu barədə pilotsuz sistem qüvvələrinin Facebook səhifəsində məlumat yayılıb. Məlumata görə göstərilən müddət ərzində dron zərbələrinin sayı 832 mindən çox olub. Məhv edilən hədəflər arasında 532 tank, təxminən 2500 top və haubitsa, 7700-ə yaxın avtomobil texnikası və 5500-dən çox motosiklet var. Həmçinin dron operatorları Rusiya ordusunun 50 mindən çox canlı qüvvəsini zərərsizləşdiriblər. Əlavə edilib ki, Rusiyanın birbaşa öz ərazisində 350-dən çox hədəf vurulub. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.